Biz o birisi videolarda başını, bədənini toxumuşduq. Bu videoda ayaqlarını toxuyacağıq. İlk öncə ayaq altını tünd rəngdə ipdən istifadə edəcəyik. Əsas ipi ayağın qalan hissəsi üçün istifadə edəcəyik. Sehirli halqa ilə başlayır. 6x doldururuq. 1 2 3 4 5 6. Bunu 5 toxu 1 artıra qədər davam eləyəcəyik. 42x əldə eləyəcəyik. 5 toxu 1 artır elədim. 42x'im var. Burada bunu 1 toxu 1 artırdan sonra ipi möhkəmləndirdim. İki açılma olmasın deyənə. İndi blodan alaraq, yəni bilirsiniz ki, sümbülün ön hissəsi flo, arxa hissəsi isə blo adlandırılır. İndi digər ipə rənginə keçəcəm. Blodan götürərək 4 sıra 42x toxuyacağam. Yəni bu blodan götürdüyüm də daxil ümumilikdə 4 sıra 42x toxumuş olacağam. İndi bunu sizə belə göstərim. Blodan götürürəm. İpimi digər ipə keçirəm. Bunu burada qoyacağam. Bu şəkildə görünür. Belə blodan alaraq toxuyuram. İpi altda qoyacağam. Digər ipi də digər sıranın altında qoyacağam. Yəni qoymasam da olar. Zaten orada artıq möhkəmlənmiş oldu. Belə bir sıra blodan gedərək toxuyacağam. Qalan 3 sıranı da artıq buradan götürərək toxuyacağam və növbəti sıralarda ten rəngi ipdən istifadə eləmiş olacağam. Ümumilikdə 4 sıra 42x. 4 sıra 42x toxudum. Blodan götürdüyüm daxil. İndi azaltmalar eləyəcəyəm. 9 toxuyuram. 9x toxuyacağam. 1 2 3 4 5 6 7 8 9 və bir azaldıram. 9x bir azalt. Bilirsiniz ki, işarətləyicidə baxın, bu 5 toxu 1 artırda belə yuxarıya doğru gəlir. Yəni işarətləyicini bu hissəni arxaya salacağıq. 9x bir azalt. İndi 1x bir azalt. 6 dəfə eləyəcəm. 1 toxu 1 azalt. 1 toxu 1 azalt. 2 1 toxu 1 azalt. 3 dəfə oldu.
Yenə bir toxu, bir azalt, 4 dəfə oldu. Bir toxu, bir azalt, 5 dəfə oldu. Və sonuncu bir toxu, bir azalt oldu. Bu da 6 dəfə. Sonrasında sıra sonuna qədər 13x toxuyacağım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 13x toxudum. Buradan bilirəm mən artırmalardan. Gəldim. İşarətləyici qoyacağım bura. Artıq daha üst bir hissəyə keçdiyim üçün və yaxud da bunu belə də eləyə bilərəm. İndi 6x toxuyur, biraz azaldıram. 1, 2, 3, 4, 5, 6. 6x toxudum. Dəqiqə birini atlamış oldum. Belə. 6x toxudum. Bir azaldıram. Sonra yenə 1x bir azaldı. 6 dəfə eləyəcəm. Bir toxuyuram. Bir azaldıram. 1. Bir toxu bir azaltı etdim. 6 dəfə. Sonda 9x qalmış olacaq. 9x toxuyuruq. Sıra sonuna qədər. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. 9x toxudum. Bayaqki sırada 35x var idi. Onu qeyd eləmədim. Üzrlü sayın. Bu sırada 28x əlimizdə qalmış oldu. İndi 10x toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. 10x toxudum. İndi m azaldacağım. Yəni MA 3'ü birində azaltma deməkdir. Bunu da 2 dəfə eləyəcəm. 2 dəfə MA eləyəcəm. Yəni baxın 1, 2 və 3 silmək. 1 ilməyim var idi. O pişik 4 ilmək oldu və hamısını bir yerdə belə yığıram. İndi bunu yenə təkrar edirəm. 2 dəfə MA edirəm.
1, 2, 3 ilmə. Hamısını bir yerdə yığıram. İpi gevşətmirəm, çünki sıx olmalıdır. İndi sıra sonuna qədər 12x toxuyuram. Bax, ipi buraxmadan dərhal batıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12. 12x toxudum. Əlimdə 24x qalmış oldu. İndi bu 24x'i artırma azaltma eləmədən 10 sıra 24x toxuyacağım. Sonra da birləşdirəcəm. Az-aza belə birləşdirəcəm. İndi 10 sıra toxuyum 24x'i gəlirəm. 10 sıra düz toxudum. İndi ağza-aza, yəni birləşdirmə eləyəcəm. Baxın, ip arxada qalır. Bunu bu şəkildə öndən və yandan alaraq birləşdirmə eləyəcəm. Bir buradan alıram, bir qarşı tərəfdən alıram. Bu qayda x toxuyaraq bunu birləşdirirəm. Belə. Sonda da ipi uzun buraxaraq kəsəcəm. Dikiş üçün. İpi uzun bırakıram. Dikiş payı. Və bu ayaqdan birini də toxuyacağım. Amma gördüyünüz kimi burada filodan olaraq toxumuşduq. Filo qalmışdı. Və biz buranı indi dümdüz toxuyacağıq sadəcə. Yəni bu qayda alacağım. Arxadan birləşdirəcəm. Baxın. Götürdüm. Sadəcə x toxuyacağım. Vəssalam. Hər birinə bataraq 42 x toxuyacağım. Sıra sonuna qədər gələcəm. Yəni bu ayağının altı olmuş olacaq. Bu belə. Baxın, indi bu ipləri gizlədəcəm. Belə
səliqəli ayaq alınmış oldu. Bu ayağı deyək ki, sol ayaqdırsa, bu şəkildə eləyəcəyik, qatlayacağıq, tikəcəyik. Digər ayaqda eyni qayda toxuyacağıq və bu qayda əyəcəyik, sentrifon içəridə tikəcəyik. Vəssalam, ayaqlar bu qədər idi. Növbəti ayağı da eyni qayda toxuyuruq, 2 ayaq dikirik üzərinə.